Salam değerli izleyicilerim, kanalıma hoş geldiniz. Xalq artisti Röya Ayxan səhnə fəaliyyətinin 25 illiyi münasibətilə 3 günlük solo konserti ilə çıxış edib. Birinci gün Bakı Konqres Mərkəzində, ikinci gün isə Heydər Əliyev Sarayında baş tutan solo konsertlərdə Super Ulduz yaradıcılığının ən hit mahnılarını yeni aranjmanda böyük orkestrin müşayiəti ilə sevənlərinə təqdim edib. Konsertdən maraqlı görüntüləri təqdim edirik. Sizin için Paris'ten dersi bırakıp gelmiş. Yalan diyor. Öyrəndə nə olarsan? Biznesmen. Mənim oğlum da yol yaxşıdır, onun üçün birinci pul lazımdır. Nə burası? Tanıyız, adamdan tərəfi o da pul var. Həm senin səndə bir yağlı olmaz. Hani size oğullar, uşaqlar seviyor musun? Sen boğaram olan yazıda şeyde olsa internette. Ne gerek?